Sumqayıt şəhərinin 76 illiyi münasibəti ilə növbəti geniş miqyaslı iməclik aksiyası keçirilib. Aksiya bu dəfə Bakı-Quba magistralının Sumqayıtdan keçən hissəsində təşkil olunub. Şəhərin ekologiyasının qorunması və abadlaşdırılması məqsədi daşıyan tədbirdə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tabeliyində fəaliyyət göstərən bütün qurumların əməkdaşları iştirak edib. Səhər saatlarından etibarən başlayan iməclik çərçivəsində yol boyu ərazilər tullantılardan təmizlənib, qurumuş ot və alaq kütlələri yığılıb. Həmçinin sahənin müxtəlif hissələrində yeni yaşıllıq zolaqları salınıb. Briqadalar tərəfindən küçə kənarlarına dekorativ ağaclar və kol bitkilər əkilib. Torpaq qatı yenilənib, suvarma işləri aparılıb. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən bildirilib ki, bu cür iməcliklər yalnız bayram günlərində və xüsusi tarixlərdə deyil, il boyu davamlı şəkildə təşkil olunur. Birlik əməkdaşları şəhərin demək olar ki, hər bir ərazisində mütəmadi olaraq təmizlik, abadlaşdırma və yaşıllaşdırma tədbirləri həyata keçirir. Məqsəd Sumqayıtı həm səliqəli, həm də ekoloji cəhətdən sağlam bir şəhər kimi qorumaqdır. Şəhərin 76 illiyi münasibəti ilə görülən bu işlər həm də Sumqayıtın ümumi görünüşünün yaxşılaşdırılmasına, yolların təhlükəsizliyinə və şəhər sakinləri üçün daha komfortlu mühitin formalaşmasına xidmət edir. Qarşıdakı aylarda da həm magistral yollar boyunca, həm də şəhərin daxili məhəllələrində oxşar iməclik aksiyalarının davam etdirilməsi nəzərdə tutulur. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.